xeyir. Geçen dərs biz keçmişdik yazı və onun növləri mürəkkəb adla. Keçən dərs, birinci dərsə qoşula bilməyənlər narahat olmayın, heç bir problem yoxdur. Yəni belə deyim də, tanışlıq məqsədi ilə iş keçirilən dərs idi, dərsin metoduna filan baxırdınız. Bu gündən etibarən artıq yəni o dərsləri sizə bir daha keçəcəm. Yaxşımı? Yəni evə tapşırıq vermədim. Evə tapşırıq verməməyimin səbəbi də oydu. Bu gündən etibarən artıq belə deyim də, qrupa tapşırıq da göndərəcəm. PDF-ləri falan hamısını qrupda, yəni sizinlə birlikdə bölüşəcəm. Getdik. Gəlin istəyirsinizsə başlayaq dərsimizə. Birinci dərsi keçirik. Keçən dərs artıq olanlar bilir metodumuzu. Birinci dərsi keçirik. Bir də belə bir şey deyim də sizə. Bu gündən etibarən inşallah ki, tapşırıqlar veriləcək sizə. Mən həmişə dövlət kurslarına belə bir şey deyirəm ki, yəni zaten hər biriniz işləyirsiniz. İşlə belə deyim də oxumaq və ya imtahanı çatdırmaq həqiqətən çox çətin bir prosesdir. Amma mən elə bir şey qurmuşam ki, Azərbaycan dilində. Salam olsun. Axşamınız xeyir olsun, hər vaxtınız xeyir olsun. Demək, dərsə çox diqqətlə qulaq assaz. Zaten mən dərsi keçirəm. Lazım olan hər bir şeyi deyirəm. Yəni sırf imtahana düşəndə belə deyim də artıq və ya əski işinə yox. Yəni, çox məlumat deməyin adı yoxdur. Sadəcə nə lazımdırsa o. Dərsdən sonra da həmin o keçdiyim mövzunun əsas testlərini elətdirirəm sizə. İmtahana düşə biləcək. Yəni işin 90%-ni biz dərsdə eləyirik. Yəni sizdən sadəcə olaraq siz nə lazımdır? Son belə deyim, o konsantrə deyim də belə deyim. Son dərəcə çox diqqətlə dərsə qulaq asmağınız mənim üçün kifayət. Onu eləyə bilsəz, heç bir problem yoxdur. Yerdə qalan 10%, onu da belə deyim də bir iki dəfə PDF-ə baxmaqla, tapşırıqlar tutalım 50 dənədirsə belə 25-ni eləsəz, inan ki, sizə yəni kifayət eləyəcək. Bir də dərsə qoşula bilməsəz də, dərs zaten başdan sona qədər rekord olunur da, qrupa göndəriləcək. Hər dərsin rekordu. Dərsdən sonra həftə içi nə zaman boş olsa, oturub həmin videoya da baxa bilərsiniz. Belə. Gəlin istəyirsinizsə başlayaq, vaxt itirməyək. Ekran paylaşımı eləyirəm. Bircə saniyə. Bugün artıq biz leksika bölməsindən başlayacağıq mövzularımızdan. Bircə saniyə bunu tutmalım. Demək keçən dərs də qeyd elədim. Fonetikanı hələ ki mən sizə keçmirəm. Çünki fonetika uzun və yorucu bir mövzudur. Oradan da imtahandan bir dənə sual düşür. Fonetikanı heç dərs kimi hələ ki sizə keçməyəcəm. Leksikadan başlayaq. Leksika nədir? Leksika təbii ki, dilçiliyin bir bölməsidir. Nəyi öyrənir leksika? Dilçilik elminin lüğət tərkibini. Yəni leksikasını öyrənər bölməyə leksikologiya deyilir. Biz bu bölmədə nə öyrənəcəyik? Sözün mənasını, yəni sözün lüğəvi mənasını. Məsəl üçün deyirəm ki, repertuar. Repertuar sözün lüğəvi mənası nədir? Bax, leksikada öyrənilir. Sonra leksikadan öyrənəcəyik. Çox mənalı sözlər, antonimlər, sinonimlər, frazeoloji birləşmələr və s. bir çox bu kimi məsələləri biz leksikada öyrənəcəyik. Birinci başlayırıq nədən? Dedik ki, leksika nə öyrənir? Dilçilik elminin lüğət tərkibini öyrənir. Buradan ilk baxacağımız məsələ nədir? Sözün həqiqi və məcazi mənası. Həqiqi məna nədir? Sözün ilkin və əsas mənası onun həqiqi mənasıdır. Məncə bunu ayırmaq asandır. Məsələn, deyirsən ki, soyuq su. Həqiqətən də soyuq su var da, düzdürmü? Temperaturuna görə soyuq su var, mümkündür. Amma deyirsən ki, soyuq münasibət. Bu artıq nədir? Məcazidir də, düzdürmü? Yəni münasibət necə soyuq ola bilər ki? Bunun temperaturu yoxdur, gözlə görsənən bir şey deyil, düzdürmü? Bunu artıq bu necə bir mənadır? Yəni reallığa aid edə bilmədiyi üçün soyuq münasibət olacaq, məcazi mənalı birləşmə sayılacaq. Demək, həqiqi məna onun reallıq ifadə eləməyinə görə həqiqi olur. Məcazi isə reallıqdan uzaq olan sözlərə isə nə deyirlər? Sözün məcazi mənası deyil. Gəldik təkmənalı və çoxmənalı sözlərə. Təkmənalı söz nədir? Yalnız bir leksik mənası olan söz təkmənalıdır. Məsələn, idmançı. Bir dənə mənası var da, idmanla məşğul olan insan. Liman. Liman nədir? Gəmilərin dayandığı yer. Liman.
8 nədir? Rəqəm. Stol, stul, həyat. Bircə mənası var, düzdürmü? Telefon, notebook. Bircə mənası var. Yəni başqa bir mənası nə ola bilər ki? Bəs çoxmənalı söz nədir? Çoxmənalı söz nədir? Əsas məna ilə bağlı olub, ona yaxın, əlavə, törəmə, məcazi mənalar bildirən sözlərə çoxmənalı söz deyilir. Bir daha deyirəm, əsas məna ilə bağlı olub, ona yaxın, əlavə, törəmə, mənalarda işlənə bilən sözlərə nə deyilir? Çoxmənalı söz deyilir. Çoxmənalı söz məcazi mənada olur, mütləq dərəcədə. Məsələn, testə düşüb ki, çoxmənalı sözü müəyyən edin. İlk fikir verəcəyiniz məsələ nədir? Çoxmənalı söz mütləq dərəcədə məcazi mənada işlənən söz olmalıdır. Həqiqi yox, məcazi mənada. Məsələn, göz. Göz sözünü gəlin məcazi mənada düşünək. Bulağın gözü, şkafın gözü, səhərin gözü. Göz sözünü məcazi mənada düşündüksə, aha, demək bunu çoxmənalı söz kimi düşünmək olar. Çoxmənalı sözün birinci kriteriyası nədir? Həmin sözü məcazi mənada, məsələn, ayaq, kəndin ayağı. Məcazi mənada düşündükmü? Bəli. Demək bu çoxmənalı söz kimi nə edə bilərsən, götürə bilərsən. Gəldik burada nəyə? Demək çoxmənalı söz necə olur? Bir, çoxmənalı söz mütləq dərəcədə məcazi mənada olmalıdır. İki, çoxmənalı söz əsas mənaya bağlı olmalıdır. Baxın, əsas mənaya bağlı olmalıdır nə deməkdir? Yəni sözün ilkin və sonradan yaranan mənası arasında məna bağlı olmalıdır. Necə? Məsəl üçün ayaq. Ayağın birinci mənası nədir? İnsanın bədən üzvü, orqandır da, düzdürmü? Bədənimizin bir hissəsi, belə deyim, belə izah edeyim, ayaq. Bunun ilkin həqiqi mənasıdır. İndi gəlin, ayaqdan törəyən məcazi mənalara baxaq. Məsələn, şkafın ayağı, stolun ayağı, stulun ayağı, ə, kəndin ayağı. Bu nədir? Məcazi mənadadır da, düzdürmü? İndi gəlin ilkin məna ilə məcazi məna arasında bağlılıq tapaq. Çünki dedik axı çoxmənalı sözlər ilkin mənaya bağlı olur. Məsələn, deyirəm ki, insanın sonuncu bədən üzvü nədir? Ayaqdır. Belə deyim də, ayaq bir növ bədənimizin qurtardığı hissədir. Bədənimizin qurtardığı yerdir də, sonuncu hissədir də, bədənimizin sonuncu hissəsi, belə deyim. Bədənimizin sonda olan bir hissəsi. Kəndin ayağı da kəndin qurtardığı yerdir. Məsələn, kimsə deyir, kəndin ayağına kimi geyib çıxmışam. Danışırlar da belə. Kəndin ayağı nədir? Kəndin qurtardığı yer. Və görürsünüzmü? İlkin məna ilə bağlılıq təşkil elədi. Kəndin ayağı da kəndin qurtardığı yerdir, bitdiyi yerdir. İnsanın ayağı da bədəninin qurtardığı yerdir də, belə deyim. Və ya yenə başqa bir məna deyim. Məsələn, burun. İnsanın burnu ilə bu həqiqi mənadır. Gəminin burnu arasında bir bağlılıq var. Niyə? İkisi də elə bil belə qabağa çıxan çıxıntı bir hissədir də. İnsanın burnu ilə gəminin burnu belə gördə elə bil görünüş etibarilə də bir-birinə bənzəyir. Bir gəmi insandır, burundakı yaxın mənalı var da, yəni forma olaraq, yəni yaxın mənalıq təşkil edir. Və ya yenə başqa bir nümunə deyim. Məsələn, biri var deyirsən ki, acı meyvə, məsələn, acı nə deyək? Acı meyvə deyək də. Biri var deyirik ki, acı meyvə, biri var deyirik ki, acı həyat, acı hisslər. Bax, acı meyvə də neyniyir? İnsanın üzünü turşudur, nə bileyim, belə şeylər də. Elə acı həyat da, acı xatirələr də neyniyir? Yəni insan sevindirmir də, düzdürmü? İnsan yadına düşəndə insanın üstü neynir? Burxulur. Yaxın məna var da. Bir də deyirsən ki, məsələn, şirin həyat, bir də deyirsən ki, şirin bulka. Yaxınlıq var da. Yəni şirin sözü orada nə mənasını bildirir? Yəni belə deyim də, bir növ xoşbəxtlik mənasını bildirir də. Həqiqətən nə var? Məna yaxınlığı varmı? Var. Və ya məsələn başqa bir nümunə deyək, boğaz. Bax boğaz insanın bədəni ilə, baş hissəsi ilə sonunun orta hissəsi boğazdır. Başımızla bədənimizin ortasında birləşir də o boğaz. Boğaz bir növ nəyinsə ortası mənasını bildirir. Düzdürmü? Bədəndə.
İndi gəlin boğazın törədiyi məcazi mənaya. Bax, ayaqqabının boğazı. Elə ayaqqabının boğazı da ayaqqabının baş hissəsi ilə sonunun orta hissəsidir. Fikir verirsinizmi? İnsanın boğazı ilə bir növ bənzəyir. Çox mənalı sözlər ilkin mənaya bağlı olmalıdır, məcazi mənada olmalıdır. Bir də çox mənalı sözlər eyni nitq hissəsinə aid olmalıdır. Məsələn, acı. Acı nitq hissəsi kimin nədir? Sifət. Acı necə? Acıdan törəyən bütün sözlər sifət olacaq. Acı həyat, acı xatirələr, acı insan, hamısı sifət olacaq. Belə. Demək, buranı bir dənə şeyləsək, çox mənalı sözlər məcazi mənada işlənir. Əsas mənaya bağlı olur. Bir də eynilik hissəsinə aid olmalıdır. Keçdik nəyə? Məsələn, bax burada dilimizdən çox işlənən çox mənalı sözlər var. Məsələn, dəmir, dəmir iradə, dəmir bilək. Görürsüzmü? Məcazi mənada işlətdiyimi, aha, demək çox mənalı sözdür. Sonra məsələn, alçaq. Alçaq hərəkət, alçaq insan deyirik də. Ağır, ağır xasiyyət, məcazi mənadadır da, düzdürmü? Yəni məcazi mənada məsələn dumanlı, dumanlı beyin, dumanlı fikir məcazi mənadadırmı? Bəli. Yüngül, məsələn yüngülü məcazi mənada necə işlədərik? Yüngül adam, yüngül xasiyyət deyirik də belə. Məsələn kağız. Bax kağız sözünü çox mənalı necə işlədə bilərsən? Qara kağız. O da niyə? Kağızın rənginə görə yox. Müharibədə o bəd xəbərləri, ölüm xəbərlərini o deyirik, məsələn Zəbiş müəllim də deyirik. O evə də qara kağız getdi. Yəni o müharibənin o acı xəbərə görə ona qara kağız deyirlər. Yoxsa yəni kağızın rənginin qaranlığına görə yox. Sonra məsələn göz sözünü bayaqlamışdı etdik. Bulağın gözü, səhər üz məsələn, kitabın üzü, sonra südün üzü işlədə bilərik. Diş, darağın dişi, maşının dişi işlədə bilərik. Dil, musiqinin dili, klaviaturanın dili, rənglərin dili. Məsələn deyirik, rənglərin dili olsa bizimlə danışardı. Məcazidir də. Rənglərin dili yoxdur ki, necə dil açıb bizlə danışası deyil ki. Belə. Gəldik amonimlərə. Çox mənalı sözlə bitdik. Amonim nədir? Tərifinə baxaq. Mənaca bir-birindən tamamilə fərqlənən, deyilişi, yazılışı, vurğusu, başlanğıc forması eyni olan sözlərə nə deyirlər? Amonimlər deyilir. Bir daha deyirəm. Mənaca bir-birindən ə, tamamilə fərqlənən, amma deyilişi, yazılışı, vurğusu, başlanğıc forması eyni olan sözlərə nə deyirlər? Amonimlər deyirlər. Amonim nədir? Mən həmişə deyirəm ki, amonimlər əkiz uşaqlara bənzəyir, belə deyim də. Və əkizlər adətən necə olur? Fikir verirsinizsə, üzdən bir-birinə bənzəyirlər, amma xarakterləri tamamilə fərqlənir. Amonim də budur. Söz eynidir, amma tamamilə fərqli-fərqli mənalarda işlənirlər. Məsələn, ən çox işlənənləri deyək də gəlin. Çal. Bir var çal, çalmaq, fel kimi. Bir var çal, rəng mənasındadır. Məsələn, yəqin ki, eşitmişsiniz, məsələn, çal rəng. Çal rəng də nədir? E, Boz rəngin qarşığıdır da. Tünd rənglə boz rəngin qarşığına deyilir. Məsələn, çal saçlar. Başqa rənglə boz rəngin qarşığına deyirlər çal sözünü. Sonra tala sözünü işlədə bilərik. Tala biri var ki, talamaq mənasında, biri də var tala, meşədə kiçik açıq sahə mənasında. Bax, bu da necədir? Omonim kimi işlənə bilər də, düzdürmü? Sonra, məsələn, sarı sözünü deyə bilərik. Biri var sarı, sarımaq feili, biri var sarı rəng mənasında, biri də var sarı, yaramı sarı mənasında. Çən, biri var su çəni, biri var duman çəni. Fikir verirsinizmi? Bəli, rəng çaları. Fikir verirsinizmi? Söz eynidir, verdiyi məna fərqlidir. Məsələn, zindan. Bax, biri var zindan, məhbus, türmədə, belə deyim də bu zindan. Biri də var zindan, alətdir, dəmirçilikdə istifadə olunur. Məsələn, dəmirçilər o alətin üzərinə qoyurlar, onu nə edirlər? İstifadə edirlər. Və ya ləpə. Biri var ləpə, qoz ləpəsi, biri var dəniz ləpəsi.
Şan biri var şan şöhrət mənasında, biri var arının şanı mənasında. Biz, bir var biz iynədir. Bu belə deyim də, məsələn, ayaqqabı tikirlər, yorğan sırıyırlar, qalın iynəyə deyirlər. Yoğun iynə deyirik ya. Biri var biz, o biz. Bir də var biz, birinci şəxsin cəmini şəxs əvəzliyi kimi işlənə bilir. Sonra məsələn yol biri var yolmaq feili, biri var getdiyimiz yol. Din, biri var dinmək feili, biri var din, İslam, Xristian dini. Bir də belə bir şey deyim. Hansısa bir sözün feil kimi işlənib işlənmədiyini bilmək istəyirsə, sonuna maqmə artırın. Məsələn, tala. Sonuna maqmə artıra talamaq deyə bilirsinizmi? Dilimizdə talamaq feili var da. Talamaq nədir? Yağmalamaq, oğurlamaq. Sonra bit sözü var. Bit biri var belə deyim də o nə sirkə də bu başa saçda olur belə daha çox. Saçda olur da indi belə deyək. Bu bit. Biri var bit, bitmək feili. Bir var bit informatikada ölçü vahidi kimi işlədirik. Sonra yar. Biri var yar, yarmaq, təpəsini yarmaq, odunu yarmaq bu yar. Bir də yar sevgili mənasında. Sonra sağ. Biri var sağ diri mənasında, biri var sağ tərəf mənasında, biri var sağ sağmaq feili. Hava, biri var musiqi havası. Məsələn, deyirik mənim havamı çal. Da bu musiqi havası. Bir də var hava, bildiyimiz bu çöldəki atmosfer havası mənasında işlədirik. Sonra qazan, biri var qazanmaq feili, nə isə qazanmaq, uğur qazanmaq. Bir də var qazan, evdə yemək bişirdiyimiz qazan. Bu qazan. Yağ, biri var yağmaq feili. Məsələn, yağışın yağmağı. Biri var yağ, evdə yeməkdə istifadə etdiyimiz yağ, belə deyim də. Sonra at. At biri var atmaq feili, biri var at heyvan at mənasında işlədə bilərik. Sonra çat biri var çatmaq feili. Məsələn, evə çatdı. Biri var çat divardakı çat mənasında. Dam. Biri var evin damı, yuxarısı, tavanı, belə deyim də. Biri var dam, dammaq feili kimi işlədə bilər. Gen. Biri var gen həyət, gen paltar. Bir də var gen, məsələn, gen faktoru, irs mənasında işlədə bilərik. Aşıq. Biri var aşıq, diz oynaq sümüyü. Sümüyün adı deyil, aşıq sümüyü. Hmm. Məsələn, aşıq-aşıq oyunu da var. Bir də var aşıq o mənada. Bir də var aşıq sözü. Məsələn, bu saz salan aşıq. Məsələn, aşıq ədalət filan deyirik. O mənada da nə edirik? Aşıq sözünü işlədə bilirik. Demək, sonra bir də təsnif sözü də var. Qoy bunu da izah edeyim. Biri var təsnif, muğamda təsnif. Muğamın şöbələri arasında ifa olunan mahnıya deyirlər. Təsnif. Muğam şöbələri arasında ifa olunan mahnı. Məsələn, qurtarır növbəti şöbəyə keçmək üçün ifa eləyir. Nəsə o təsnifdir. Yəni də belə bir şey. Musiqi termini kimi. Bir də təsnif siniflərə, qruplara, dərəcələrə ayrılırlar. Məsələn, heyvanların təsnifatı, bitkilərin təsnifatı. Bax o mənada. Ləpə, biri var qoz ləpəsi, biri var dəniz ləpəsi. Bunları bilirik. Dilimizdən çox işlənən amonimlər bunlardır. Gəldik nəyə? Amonimlərin əsas xüsusiyyətləri nələrdir? Amonimlərin birinci xüsusiyyəti nədir? Mənaca bir-biri ilə heç bir əlaqəsi olmur. Bax, həqiqətən də, məsələn, hava dedi ya, oyun havası ilə bu atmosfer havasının nə əlaqəsi var? Heç bir əlaqəsi yox, sıfır əlaqə. İnsan oturub düşünəndə nə əlaqə var? Və ya tala. Biri var tala, meşədə sahə, kiçik açıq sahə. Məsələn, dovşanlar talada oynayır, o tala. Bir də var talamaq, oğurlamaq, yağmalamaq. Deyir ki, Qazan xanın evini taladılar. Gəlib evdə nə varsa oğurlayıb apardılar, belə deyim. Bax, bu nədir? Fərqli məna bildirdi də. Oturub düşünəndə meşədəki kiçik açıq sahə ilə bu yağmalağın nə əlaqəsi? Sıfır əlaqə. Aşıq. Aşıq sümüyü ilə, aşıq ədalətində belə deyim də bu sazı salan adam. Onun nə əlaqəsi var? Heç bir əlaqə. Qarış. Qarış bir var, bir qarış yer ölçü mənasında. Bir qarış yer deyir ya. Bir də var qarış qarışmaq feili. Yenə heç bir əlaqəsi yoxdur. Hava biri var atmosfer havası, biri var hava saz salan hava, məsələn oyun havası, rəqs havası. Bunların heç bir amonimliyə əlaqəsi yoxdur. Demək, amonimlər necə olur? Bir-birlə mənac əlaqəsi olmur. İkinci, amonimliyi təşkil edən sözlər həm eyni, həm də müxtəlif nitq hissələrinə aid ola bilir.
Bu nə deməkdir? Məsələn, yara, biri var əlimizdəki yara, biri var yara, yaramaq feili. Məsələn, deyirsən ki, xalqımızın işinə yaradı. Bir də var yara, məsələn, bədəndəki yara. Bir yara isimdir, əlimizdəki, bədənimizdəki yara, o biri yaramaq feilidir. Və ya, məsələn, burada nə deyək? Min sözünü. Min biri var say kimi, biri var minmək feili kimi. Bax, biri say oldu, biri əvəzlik. Biz biri var əvəzlik kimi, mən, sən, o, biz, siz. Bir də var biz iynə kimi. Biri əvəzlik oldu, biri isim oldu. Belə, yəni həm eyni, həm də müxtəlif niksələrinə aid ola bilirlər. Gəldik nəyə? Deyir ki, dilimizdə zahirən amonimə bənzəyən, yəni qıraqdan amonimə bənzəyən, belə deyim, lakin amonim sayılmayan sözlər var. Bunlar hansılar? 1. Vurğusu dəyişməklə mənası dəyişən sözlər amonim deyil. Bax, bu nə deməkdir? Məsələn, alma. Bir var yediyimiz alma, meyvə alma. Burada vurğu düşdü maya. Bir də var deyirəm ki, kitabı alma. Fel olanda isə vurğu düşür birə. Baxın, isim olanda vurğu ikiyə düşdü. Meyvə alma mənasında. Amma bunu alma. Fel olanda isə vurğu hara düşür? Birinci hecanın üzərinə düşəcək. Və ya alın. Alın isim kimi vurğu düşür ikiyə. Amma bu meyvəni alın. Fel olanda isə vurğu düşür birə. Bunu da amonim hesab eləmək olmaz. Demək, vurğusu dəyişməklə mənası dəyişən sözlər nədir? Amonim sayılmaz. Yəni başqa bir nümunə deyə bilərik. Məsələn, dimdik. Biri var dimdik, vurğu düşdü birə. Bir var dimdik. Yəni quşun dimdiyi mənasına vurğu düşür ki. Bunlar amonim və ya məsələn gəlin. Bir var bəy, gəlin mənasına vurğu düşür ikiyə. Bir də var deyirəm ki, evə gəlin. Fel olanda vurğu düşür birə. Bunlar amonim deyil. İkinci. Həm ümumi, həm də xüsusi isim kimi işlənə bilən sözlər amonim deyil. Məsələn, Polad insandır da, adı Poladdır, şəxs adı kimi, yəni xüsusi isim kimi, insan adı kimi. Bir də var Polad bildiyimiz metal, polad mənasında. Bunlar amonim deyil. Niyə? Çünki həm xüsusi isim oldu, insana da, həm də ümumi. Və ya məsələn, lalədir, bənövşədir, nə bilim, qızılgüldür, yasəməndir. Bunlar amonim deyil. Arzu, insan adı, bir var arzu. Xəyal, sonra o qədər yəni buna nümunə göstərmək olar ki, məsələn, yaqut, almaz. Həm insan adıdır, həm də belə də daşın adıdır. Bunları amonim hesab eləmək olmaz. Bu qalsın, bir qrammatik şəkilsi qoşulduqdan sonra deyiliş və yazılışı eyniləşən sözlər. Bu nə deməkdir? İki cümlə deyim. Bir var deyirəm ki, dərsini oxu. Sözün kökü oxudur. Dərsini oxudu. Oxumaq feili. Oxudu sözün kökü. Bir də var deyirəm ki, arabanın oxu. Arabanın oxu deyəndə ox sözün köküdür. O orada nədir? Mənsubiyyət. Bax, bunu da amonim hesab eləmirik. Çünki birinin kökü oxudur, birinin kökü oxdur, o orada şəkilçidir. Və ya şirin. Məsələn, biri var deyirsən ki, şirin, şirin meyvə deyək də. Sözün kökü nədir? Şirin. Bir də var deyirsən ki, şirin gücü. Şir sözün köküdür. İn orada nədir? Şəkilçidir. Bax, bu da amonim deyil. Bir daha deyirəm. Biri var sözün kökü şirindir. Bir də var sözün kökü şirdir. İn orada şəkilçidir. Bunu nədir? Amonim hesab eləyə bilmərik. Sonra burada var nə? Səslənməsinə görə eyniləşən, lakin yazılışı fərqli olan sözlər, bunlar amonim deyil. Belə sözlərə paronimlər deyilir. Bu nə deməkdir? İzah eləyək. Məsələn, bir var xeyir, hissiz mənasında x-e-y-r, o yox deməkdir. Baxın, xeyir yox. Məsələn, dərsə gəlirsən, xeyir, yox mənasında. Bir də var xeyir. İ hərfi olanda isə fayda, qazanc. Məsələn, deyirsən ki, mən bunda bu qədər xeyrim var. Və ya yenə başqa bir nümunə deyim. Məsələn, mətin. Bir var mətin, işsiz olan. Yəni tekstin bir parçası. Bir də var mətin ilə olan davamlı, dözümlü,
İradəli mənasında neyini işlədirik? Bax, bunları amonim hesab edə bilmərik. Bir hərf fərqinə görə seçilən sözlər. İndi keçəcəyik inşallah növbəti dərslərdə. Məsələn, biri var bəyaz, bəyaz ağ deməkdir. Bilirsiniz də məncə, bəyaz ağdır. Bir də var bayaz. Bayazı isə hikmətli ifadələrin toplandığı kitabçaya deyirlər. Bayaz. Məsələn, bu da amonim deyil. Və ya yenə məsələn atlas. Atlas S ilə olan xəritədir. Atlas xəritələr. Z ilə olan nədir? Parça. Parçanın növünə deyirlər də. Məsələn, deyirsən ki, bu atlas parçadır. Biri S-dır, biri Z-dır. Bax, bunu amonim hesab eləmərik. Sonra bitdi. Amonimlərlə bağlı bu qədər. Bir dənə yadınıza salaq. Amonim nə idi? Mənaca bir-birindən tamamilə fərqlənirdi. Amonimlik təşkil edən sözlər həm eyni, həm də müxtəlif nitq hissələrinə aid ola bilirdi. Bir də çoxmənalı sözlər məcazi mənada olurdu, amonimlər isə həqiqi. Nələr amonim sayılmırdı? Vurğusu dəyişməklə mənası dəyişən sözlər amonim deyil. Sonra həm ümumi, həm də xüsusi isim kimi işlənə bilən sözlər amonim deyil. Bir də bir hərf fərqi ilə seçilən sözlər var ha. Xeyir, xeyir, mətin, mətin. Bunlar da neyinir? Amonim hesab edilməz. Bitdi. Gəldik sinonimlərə. Sinonim nədir? Sinonimlər deyilişi və yazılışı müxtəlif, lakin leksik mənaları eyni olan sözlərə deyilir. Sinonimlər rahatdır. Bunu hər birimiz bilirik. Məsələn, incə, zərif, gözəl, göyçək, sonra müxtəsər, qısa, belə. Bunlar nədir? Sinonimlərdir. E, Diqqət eləyəcəyimiz bəs məqam nədir? Sinonimləri tapmaq asandır. Sinonimlər eyni nitq hissəsinə aid olmalıdır. Yəni sizə verilən söz isimdirsə, sinonimi də isim olacaq. Sizə verilən söz sifətdirsə, sinonimi də nə olacaq? Sifət olacaq. Burada ən əsas məqam kimi buna fikir veririk. Bir daha deyirəm. Məsələn, şirinlə şəkər. Sual verir ki, şirinlə şəkər sözü sinonimdirmi? Xeyr. Düzdür, deyə bilərsiniz ki, ya, məna yaxınlığı var, axı var, amma nə olsun ki, şirin sifətli, şəkər isimdir. Biri sifətli, biri isimdir. Bunları sinonim hesab edə bilməzsən. Biz nə deyirik? Deyirik ki, sinonimlər çünki eyni nitq hissəsinə aid olmalıdır. Sifətdirsə sifət olmalıdır, isimdirsə nə olmalıdır? İsim olmalıdır. Sonra demək burada diqqət edəcəyimiz məqam nədir? Sinonimlər mütləq dərəcədə eynilik hissəsinə aid olmalıdır. Bizə verilən söz sifətdirsə sinonimi də sifət olmalıdır. İsimdirsə nə olmalıdır? Sinonimi də isim olmalıdır. Məsələn, abırlı. Abırlı sözünün mənasını bilirsiniz də. Abırlı nədir? Bilirik. İndi abırlı sözünün sinonim kimi sizə verir həya. İlk baxışda deyirsən ki, hə, abırlı həya. Əslində qalsa yaxın mənalı sözdür də, bir problem yoxdur ki. Amma abırlı sifətdir. Abırlı insan necə insan? Amma həya nə isimdir? Yəni bunu diqqət edəndə görürsən ki, biri isimdir, biri sifətdir. Artıq burada nə ola bilməz? Bunlar sinonim ola bilməz. Sonra deyir ki, sinonimlər həmişə bir-birini əvəz edə bilir. Bu da yanlışdır. Sinonimlər həmişə bir-birini əvəz edə bilmir. Məsələn, belə bir şey deyim də, yüksəklə hündür sözü sinonimdir. Düzdürmü? Yüksək, hündür. Sinonimdir də yaxın mənadır. Amma bütün mənaları ilə həmişə bir-birini əvəz edə bilmir. Niyə? Çünki yüksək vəzifə deyə bilirsən, amma hündür vəzifə demək olmur. Yüksək vəzifə deyə bilirsən də, amma hündür vəzifə deyə bilirsən. Görsənmi? Yüksəklə hündür sözü sinonimdir, amma bir-birinə əvəz eləyə bilmədi. Və ya yoxlamaqla sınamaq. Sinonimdir də, düzdürmü? Amma həkim xəstənin nəbzini yoxladı deyə bilirsən, amma həkim xəstənin nəbzini sınadı deyə bilmirsən. Həmişə bir-birinə əvəz edə bilmədi. Və ya başqa bir nümunə deyim, böyüklə iri. Sinonimdir. Amma
Böyük sənətkarımız deyə bilirsən, iri sənətkarımız deyə bilirsən. Əvəz eləyənmədi. Gözəllə göyçək. Sinonimdir də. O gözəl danışır deyirsən, amma göyçək danışır deyəmirsən. Demək, sinonimlər neyniyir? Həmişə bir-birini əvəz edə bilmir. Amma bir şey deyim. Həmişə bir-birini əvəz edən sinonimlər hansılardır? Eynək, gözlük, çeşmək. Əvəz eləyir. Eynək bilirsiniz də, eynək, gözlük, bir də çeşmək sözü var. Bəzən tələbələr deyir ki, biz çeşmək sözünü eşitməmişik. Çeşmək də var. Çeşmək, bu da eynək deməkdir. Eynək sinonim kimi bir şeydir. Eynək deməkdir. Belə. Gəldik antonimlərə. Antonim nədir bəs? Antonim bilirik məncə. Yazılışı, deyilişi müxtəlif, mənaca bir-birinin əksi olan sözlərə antonim deyilir. Sinonim yaxın mənada. Antonim isə əksdir. Sinonimlə antonimi tapmaq asandır. Amma burada diqqət edəcəyiniz məqam nədir? Eyni hissəsinə aid olmalıdır. Ən əsas onu tutmaq lazımdır. Məsələn, bayaqlam dedim, şirinlə şəkər. Yaxın mənada da əslinə qalsa. Amma şirin sifətli, şəkər isimdir. Antonim də eyni məsələdir. Eyni nitq hissəsinə bağlılığına fikir verməlisən. Məsələn, belə bir nümunə deyim. Vüsal. Vüsal sözü mənası nədir? Qovuşmaq. Məsələn, nə deyir əsərdə? Deyir ki, gənclər vüsalına çatdı. Yəni, neynədilər? Qovuşdular da. Yəni, sonunda qovuşdu. Vüsal. İndi sən testə düşür ki, vüsal sözünün antonimi kimi hicran sözünü götürərsən, yoxsa ayrılmaq sözünü? Hicran. Niyə? Vüsal isimdir, düzdürmü? Demək, antonimi də nə olmalıdır? İsim olmalıdır. Vüsal hicran. Vüsal qovuşmaqdır. Hicran nədir? Ayrılmaqdır. Amma məsələn belə bir şey deyim. Vüsalın antonimi kimi ayrılmaq sözünü götürə bilməzsən. Çünki vüsal isimdə ayrılmaq fiildir. O məqama diqqət etməli. Bizə verilən söz hansının hissəsi də sinonimi deyil, antonimi deyil olmalıdır. Məsələn, belə bir şey də deyim. Bu belə. Bir də nə deyim? Antonimlər ə, şəkilçi vasitəsilə antonimlik yaranmaz. Məsələn, sulu susuz, yağlı yağsız, oturmaq oturmamaq, durmaq durmamaq, bilmək bilməmək. Bunları antonim hesab eləmir. Niyə? Çünki kökü eynidir. Antonimlərin kökü necə olmalıdır? Fərqli. Oturmaq, oturmamaq. Hər ikisinin kökü eynidir, oturdu. Bunu antonim hesab eləmək olmaz. Antonimlərin kökü necə olmalıdır? Fərqli olmalıdır. Oturmaq, durmaq. Bunu antonim hesab eləmək olmaz. Demək, antonimlər necə olmalıdır? Kökü fərqli olmalıdır. Yəni, düşünə bilərsiniz ki, oturmaq, oturmamaqda, elə bunu götürək də. Amma kökü eynidir. Antonimlərin gərək kökü fərqli. Məsələn, sulu susuz. Əslində qalsa antonimdir. Düzdürmü? Antonim kimidir də. Amma fərq nədir? Kök eynidir, sudur. Kökü necə olmalıdır? Fərqli olmalıdır. Belə. Bu oldu bizim antonimlərimizlə bağlı olan məsələlərimiz. Gəlin istəyirsə bir dənə üstündən keçək. Nəyə baxdıq, neynədirsə. Demək, həqiqi və məcazi mənanı ayırmaq məncə çətin deyil. Təkmənalı və çoxmənalı sözlərlə baxaq. Yalnız bir leksik mənalısı olan sözlərə nə deyirlər? Təkmənalı sözlər deyilir. Çoxmənalı sözlər isə əsas məna ilə bağlı olur. Ona yaxın, əlavə, törəmə mənalarda işlənə bilən sözlərə nə deyirlər? Çoxmənalı sözlər deyirlər. Çoxmənalı sözlər ilkin məna ilə bağlı olur. Məcazi mənada olur. Bir də necə olur? Eyni nitq hissəsinə aid olmalıdır. Məsələn, çoxmənalı sözlə bağlı nəyə dedik? Məsələn, kəndin ayağı məcazi mənada olmalıdır. İlkin mənaya bağlı olmalıdır. Amonim nədir? Mənaca bir-birindən tamamilə fərqlənən,
Deyilişi, yazılışı, vurğusu eyni olan sözlər. Dedim, elə bil əkizlərə bənzəyir. Əkizlər necə olur? Hər şey üzdən bir-birinə bənzər, xasiyyətləri tamamilə fərqli olur da belə. Amonimdə, məsələn, biri var aşıq sümüyü, biri var aşıq sazsalan aşıq. Oturub düşünəndə bu sümüklə sazsalanın arasında nə əlaqə? Görürsünüzmü necə fərqli mənalar verdi? Sonra amonimliyi təşkil edən sözlər həm eyni, həm müxtəlif hissəsinə aid ola bilər. Sonra nələr amonim sayılmaz? Vurğusu dəyişməklə mənası dəyişən sözlər amonim deyil. Həm ümumi, həm də xüsusi isim kimi işlənə bilən sözlər amonim deyil. Paronimlər amonim deyil. Paronim nə idi? Məsələn, xeyir, xeyir, nikah. Hə, bir də keçəcəyik, elə belə deyim indi. Nikah, nicah. Nikah evlilik deməkdir. Nikah, çınla olan. Məsələn, nikah haqqında şəhadətnamə, evlilik. Bir də var nicah. Gündən olan isə nəzər, baxış deməkdir. Məsələn, deyirik, onun mənə nicaha dəydi. Yəni, nəzəri dəydi, gözü dəydi, nə bilim, baxışı dəydi. Bu mənada işlədə bilərik. Bunlar da amonim deyil. Sinonim nə idi? Yaxın mənalı sözlər. Gözəl göyçək, incə zərif. Burada nəyə diqqət eləməliydik? Sinonimlər də eyni hissəsinə aid olmalıdır. Məsələn, şirinlə şəkər sözü sinonim olmalı. Niyə? Biri sifət oldu, biri isim. Sonra antonimlər nədir? Əks mənalı sözlər. Antonimdə də yenə nəyə diqqət edirsən? Mənaza bir-birinin əksi olmalıdır və antonimdir, sinonimdir, çoxmənalı sözlərdir. Bunlar necə olurlar? Eyni hissəsinə aid olmalıdır. Məsələn, sulu susuz, yağlı yağsız. Bax, bunları nə edirik? Antonim hesab edə bilmərik. Çünki kök eynidir. Kök necə olmalıdır? Fərqli olmalıdır antonimlərdən. Belə. Aha, indi isə gəlim dərslə bağlı bir iki dənə testə baxaq. Ən çox işlənən testlərə baxaq da belə deyim. Yəni dərsi keçən kimi belə deyim də, testi eləməyin, keçən dəfə də demişdim, xeyri daha çoxdur. Bunda insan dərsi daha mənimsəyir. Amma evdə də yəni lap çətin gəlsə, başa da düşə bilməsə, bu da problem deyil. Yəni təzə dərs keçirilib də, düzdürmü? Sadəcə o təzə dərs keçən kimi testlərin üzərində işləyəndə yadda daha yaxşı qalır, daha yaxşı mənimsənir. Amma yenə də gördüyünüz problem varsa, yenə o dərsin üstünə yenə qala bilərik. Videoya baxın, videonuz da rekord olunub. Sonradan sual verə bilərsiniz. Bir də dərsi də oxuyanda, testi də işləyəndə, sonradan nə qədər sualınız əgər varsa, nə qədər şey varsa, yəni soruşa bilərsiniz, belə deyim də. Yəni, testi işləyəndə, məsələn, testdə gördüyünüz problem yarandısa, qeyd edin, sonradan soruşun yəni. Başladıq. Şəbnəmlə başlayırıq. Yəni Şəbnəm Şıxsadəylə. Şəbnəm xanım, getdik. Demək, burada dördüncü testə baxaq. Buyurun. Göylərə baxıram, qapısı bağlı, yerlərə baxıram, bağçalı bağlı. Hı. Misraların sözlər nədir? Bağlı, bağçalı bağ isim kimi, bağlı necə? Fərqli hissələridir. Hı. Bax, iki dənə eyni Çox sözdür, mənalı, bağlı. Hı. Hı. çox mənalı söz ola bilər. Yox. Bax, çox mənalılar məcazi mənalı olurdu. Bu həqiqidir. Bax, söz eynidir, verdiyi məna tamamilə fərqlidir. Biri var qapının bağlı olmağı mənasında, biri var bağçalı bağlı mənasında. Nə olar bu? Amonimdə. Bəli, düzdür, amonimdir. Bax, söz Amon. eynidir, bağlı sözdür, düzdürmü? Amma fərqli mənadadır. Biri bağçalı bağlıdır, biri də var ki, qapının bağlı olmalıdır. Düzdür, bəli, düzdür. Birinə də baxmaq istəyirsiniz, gəl birinə də baxaq istəyirsən. 7-yə də baxaq. Həm isim, həm də sifət kimi işlənə bilən amonim sözdür. Hı. Dolu, necə? Dolu, dolu, Olsun. dolu. Qaz, qazmaq, nəysə qazmaq. Bir də qaz, isim, yox bu deyil. Vitamin, minimək, bir də say kimi. Bu da deyil. Ləpə, ləpə, ləpə. Dolu, doludur. Ay, sağ ol. Bir var deyirsən ki, məsələn,
Dolu qab, necə qab, Dolu sifət. necə? Dolu Hə, yalan, necə? nə yalan? Dolu. Hə, Düz. Bəli, düzdür, Şəbnəm. Düz. Sonayla davam edirik. Sona xanım, səs aça bilirsinizmi? Kim səs aça bilirsə, aça bilmirsə Bəli, də bəli. problem. Eşidirəm Zümrüd Aha, xanım, buyurun. aha, getdik. Demək, 15-ci testə baxaq. Buyurun. Test deməli, amonim sözlər cərgəsini müəyyən edin. Mhm. Amonim, amonimlər. Bir dəqiqə deyəcəm. Ləpə biz say. Əla, qəşəng. İzah eləyə bilərsinizmi? Bəli. Amonim kimi ləpə, dəniz ləpəsi, bir də yediyimiz ləpə. Əla. Biz nitq səsi kimi, şəxs əvəzliyi kimi, həm də ki bizləmək, biz, ox mənasında. Say da, saymaq, bir də ki say nitq səsi. Əla, çox sağ olun. Qəşəng. Düzdür, bəli. Düzdür. Davam edirik. Niyaz Eyvazov. Səs aça bilirsinizmi? Niyaz Eyvazov. Səs aça bilirsiniz. Tamam. İlkin Hüseynov. Səs aça bilirsiniz. Aha. Anar. Aça Bəli, bilirsiniz. asa Tamam. bilirəm mən. Əla. Tamam. Sizinlə davam edirik. İlkin Hüseynov. 22-ci testə baxaq buradan. 22. Buyurun. Aha. Sözlərdən biri amonim kimi işlənə bilir. Hı hı. Mətin, məhrum, mərhum, təsnif sözün Əla. Çox bildiğinde sağ olun. bayaq Düz. dediniz. Düzdür, bunu təsnif. Hə, həm muğam, həm də ki təsnifləşdirmək Bəli. mənasında. Biri var təsnif muğamın şöbələri arasında ifa olunan mahnı. Biri də var təsnif. Bəli. Nəysə təsnifatı. Bu düzdür, bəli. Düzdür, təşəkkür. Birinə də baxaq gəlin. Demək, bir saniyə. Məsələn, 31-ə baxaq, 31-ə. Buyurun. İlkin Hüseynov. Baxa bilirsinizmi 31-ci test? Bəli, bəli, baxıram. Tamam. Vurulmaq sözünün sinonimidir. Hı. Burada məcazi mənada vurulmaq sözü gəlmiş gedir. Aşağı. Bənd olmaq. Əla. Düz, düz. Bəli. Vurulmaq, məsələn, deyir, o Azərbaycan musiqisinə var, deyir, getdin ona bənd oldun. Getdin ona bənd oldun, yəni vuruldun ona. Bəli, düzdür. Nihat Sultanov, səs aça bilirsinizmi Nihat? Sən Pərvanə xanımla davam edir. Buyurun, 41-ci testə baxaq. Pərvanə xanım, aça bilirsiniz səsi? Hə, bəli, bəli, aça bilirəm. tamam. Buyurun, Yəni, 41-ə baxaq. hansı cərgədə sözlərin üçünü də amonim kimi işlətmək mümkündür? Bəli. Cərgənin, ım, top, külək, don. Hı. Topla don hə, küləklə bir dənə Hə, külək. külək, hə. Baxın, narahat olmayın. Tualetlərə baxın. Kürü, təsnif, qala. Çox sağ olun. Qəşəng, düz. Kürü, biri var balığın kürüsü. Hı, Düzdür, bəli. Biri var kürü təmizləmək mənasında. Bəli. hə, Məsələn, kürümək, deyirsən ki, kürümək, qarı təmizləmək kürümək. mənasında. Bəli. Ay sağ ol, qarı təmizlə. Təsnif muğamın şöbələr arasında ifa olunan mahnı. Bir də var təsnif, nəyinsə təsnifatı qruplaşdırılması. Qala, biri var qalamaq feili, biri var qala, qız qalası. Düzdür, Pərvar? Aha. Düz. Ocağı qalamaq kimi də Olar, götürmək olar. olar, feil kimi, düzdür. Birinə də baxaq gəlin. Baxmı? Gəlin birinə də baxaq. Bir saniyə. 44-cü testə baxaq. Buyurun. Hər üçü amonim kimi işlənə bilər. Mhm. Amonimlərdə bütün mənalar həqiqi Fərqli. məna olmur. Mhm. Bax, sağ, tala. Ay, sağ ol. Təşəkkürlər. İzah eləyə bilərsinizmi? Digər variantların hər birində məsələn baş, ayaq, qol, diş bunlar hər birini biz məcazi mənada işlədə bilirik də. Ay, Çayın qolu, sağ olun. Düz, nə bilim kəndin ayağı falan. düz, Amma A variantında hər üçü düz, həqiqi mənada işlənir. düz. Bax, biri var meyvənin bağı, biri var ayaqqabı bağı.
Sağ biri var diri mənasında, biri var tərəf mənasında. Hı. Tala, biri var talamaq feili, biri var tala, meşədə kiçik açıq sahə. Bəli. Hı -hı. Davam edirik. Gülşən Quliyeva. Səs aça bilirsinizmi? Bəli, aça bilirəm mənim. Mənim sınaq Aha. dərsimdir. İlk Hə, dəfədir bax, qoşuluram mən. Amma iştirak uğurlar edirəm. olsun. Yolunuz açıq, Bəli, şansınız bol təşəkkür olsun. edirəm. Hə. Baxmaq istəyirsiniz testə? Bəli, bəli, istəyirəm, Tamam, istəyirəm. tamam. Baxaq, bircə saniyə. 46-ya baxaq. Maraqlı test oldu. 46. Hı -hı. Hər üçü anonim kimi işlənə bilər. Hı. Bir dəqiqə. B bəndi. Alma yox. Alma vurğusu dəyişməklə mənası dəyişən sözdür. Bəs nə hansı mənim? Hə. Aya Saç, baxın. Ay, hansı? saç, daş, Ay, qan. Allah. Saç biri var, başdakı saç. Biri var saçmaq, yəni Bəli, ətrafa dağıtmaq. Daş bəli. biri var, çöldəki daş. Biri var daşmaq feili. Düzdür. Qan Bir də biri var var, qanmaq, qanmaq bir də feili. qan. Bəli. Bir də ki, qan bədəndə axan qan mənasında. Düzdür, bəli, düzdür. Davam edirik. Yüser. Bax, belə keçmişsiniz qeydiyyatdan. Asa bilirsinizmi səsi? Hı -hı, tamam. Nemat. Sizinlə davam edirik. Asa bilirsiniz səsi? Salam müəllimə, hər vaxtınız Hər xeyir. vaxtınız Mən də xeyir. ilk dəfə qoşulmuşam, sınaq dərsimdir. Hə, uğurlar olsun sizə də. Sağ olun, təşəkkür edirəm. Baxmaq istəyirsinizmi testə? Olar, bəli, baxa bilərik. Tamam. 58-ci testə baxaq. Buyurun. Bir dəqiqə, üzr istəyirəm. Buyurun. 1 2 3 7 Əla, düzdür. 1 3 hə, 7 yox. Atlaz yox. Hə, o xüsusi isim olduğuna görə anonim olunur. Bəli, üzr istəyirəm. Bəli, bəli, bəli. Onda hansı ola bilər? Anonim. 1000 say mənasında, bir də minmək mənasında. Bəli. Ondan sonra saçmaq bir saç tük mənasında, bir də nəyəsə saçmaq. Bəli. Bir də bir işə qarışmaq, bir də ölçü vahidi kimi qarış. Düzdür, bəli. Düzdür, düzdür. Hı -hı. Birinə də baxaqmı? 57-ci testə də baxaq. Buyurun. Bir dəqiqə baxım. Hı -hı. Bir fəsildir, yəni bildiyimiz fəsil yaz, yay, qış, payız. Bir də misal üçün kitabın bir fəsli. Bir digəri alışmaqdır, bir nəyəsə xassiyyəti tutmağa alışmaq, bir də yanmaq mənasında alışmaqdır. Bir digəri də xaldır, üzdəki xal, bir də 5 xal, 10 xal mənasında. bəli, o mənada. Düzdür, Ola bəli. bilər. Düzdür. Təşəkkürlər, düzdür. Bəyimiz. Gülzar Nərmanlı, səs aça bilirsinizmi? Bəli. Aha, tamam. Gəlin baxaq. Bircə saniyə. Aha, 66-cı testə baxaq. Buyurun. 66 kökü anonim olan sözdür. Hı -hı. Çalışmaq sözünün kökü çalışdı. Hı -hı. Toxucu. Toxucu sözü ola bilər. Məsələn, kökü toxdur. Toxu. Toxu. Hı -hı. Hı -hı. Toxu anonim deyil. Elə toxun bircə Deyil. mənası var. Xeyr. Aha. Soydaş ola bilər. Bəli. Soydaş sözünün kökü soy necə anonimdir? Soy biri var məsələn, nəsil, kök, soy. Bir də var soymaq məsələn. Düz. Bəli. Bir var soymaq, bir var əsil nəcabət, kök mənasında işlədə bilir. Düzdür. Bəli. 71-ci testə də baxaq. Homonim ola bilən sözdür. Hı -hı. Tilov sözü nə deməkdir ki, ümumiyyətlə? Nə sözü? Tilov. Elə tilov balığın tilovudur. Başqa mənası yoxdur. Hə, tamam.
Bənd ola bilər. Bəli. Deyə bilərsinizmi necə? Bənd məsəl üçün Sayın bənd. abzas, bənd mənasında. Bir də var çayın bəndi, bəli. Düzdür, bəli. Bir var çayın bəndi, bir var abzas kimi. Düzdür, bəli, düzdür. Murad Ağamuradov. Səsə bilirsinizmi? Aha, tamam. Davam eləyək. Bir saniyə. Buyurun. Aha. 94-cü testə baxaq. Buyurun. 94. Deməli, hansı cərgədəki hər iki sözü amonim kimi işlətmək mümkündür? Mhm. Deməli, C bəndi, Bəli. bənd, qala. Bəli. Bənd çayın bəndi, bənd ədəbiyyatda şeir Hı. vahidi, qala, qalamaq deyil, bir var qız qalası. Düzdür, bəli. Bəli. Mhm. 92-ci testə baxaq. Buyurun. Sözlərdən biri amonimik xüsusiyyəti daşları isim və fe'l kimi işlənə bilir. Mhm. Sondan matematik çərtəsiz tapa biləcəksiniz. Kəndi burada səhvlənirsə, Hansı? D bəndi. Yox. Sən elə Yox, B sütəni bəndi. Əla, düzdür, Əsəl. Hı Çap -hı. biri var çapmaq feili, biri var çap Evet, nəysə kitabın çapmaq. çap maşını bəli. Düzdür, bəli. Kimsə əlini qaldırmışdı. Buyurun. Kimisə sualı var idi mi? Əl qaldırdığınızı gördüm. Sadəcə o kim olduğunuzu gördüm. Mən əlimi qaldırmışdım. Mən Hı. bu bənd sözünü bənd olmaq kimi bunu, yəni Hı. məcazi mənada onu da necə işlənmir, Hə. aid deyil Yox. buna. Yoxsa Hə. Yox. amonim bilmirəm, həqiqi mənada olmalıdır, amma Hı -hı. onu götürmək olmur da, sayılmır, yoxsa necə? Yox, yox, götürmürük. Niyə götürmürük? Çünki bənd olmaq ikisi bir yerdə həm mürəkkəb fe'l olur, bəndlə olmaq sözü. Həm də sözün amonimliyini tapanda yanına hər hansısa bir söz qoymuruq. Elə sözün özünə baxırıq. Aydın, çox sağ ol. Aha, buyurun, buyurun. Hə. Sizinlə davam eləyirik Murad Ağamuradov. Demək, aha. Testlərin ikisində düz dediniz, çapı da dediniz. Aha. Çap biri var çapmaq feili, bəli, biri var nəyəsə çapı. Bəli. Demək, Aynurə. Baxa bilirsinizmi testlərə? Səs aça bilirsiniz Aynurə? Tamam, canlısınız. Nəbi Vəliyev, səs aça bilirsiniz? Tamam. Demək, burada başqa Bəli, bəli, aça bilirəm. aça bilirsiniz. Tamam. Bəli, bəli. Bəs. Tamam. 88-ə baxaq. 88. Deməli. Burada C variantıdır, yoxsa? Düzdür, bəli. Bəli, düzdür. Riqqət bilirsiniz nə deməkdir? Riqqət sözünün mənası riqqət. Hörmət deməkdir, diqqət deməkdir, şəfqət deməkdir, mərhəmət deməkdir. Bəli, riqqət sözünün mənası mərhəmət deməkdir. Düzdür? Ələm nədir bəs mənim? Hə. Ələm. Asən. Ələm sözü iki mənada işlənir. Bir var ələm, dərd, qəm. Ələm amonim sözdür. Bir var ələm, dərd, qəm, kənar. Məsələn deyirik, ələmindən göylərə çıxdım. Yəni dərdindən, qəmindən, kədərindən, qüssəndən budur. Bir də var ələm, hər hansısa bir tayfanı, belə deyim də, ölkəni, ordunu, təriqəti fərqləndirən simvol, bayraq deyirlər. O ələmdar eşitmisiniz? Ələmdar. O bayrağı əlində götürür, gedir başda. Ələmdar. Və ona deyirlər. Ələm də o sözdən yaranıb. Tayfanı, ölkəni, bayraq. Belə deyim, simvola, bayrağa ələm deyirlər. Bir də ələm dərd, qəm, kədər deməkdir. Bu sözün iki mənası. Davam eləyirik. Elə sizinlə davam eləyirik. Nəbi Vəli. 87-yə baxaq. Hədiyyə sözünün sinonim kimi verilənlərin biri səhvdir. B variantının cavabını bilmirəm, yəni mənasını bilmirəm. Ona görə Ərmağan da hədiyyə deyilir. Məsələn, deyirik, sizə çoxlu ərmağanlarım var. Elə də o da hədiyyə deməkdir. D variantı, amma rüşvət də Bəli, hədiyyə kimi düzdür, istifadə edirlər. rüşvət.
Bəli, bunu bəzən tələbələr elə çox cavab ya B-ni götürürlər, ya C-ni. Belə deyim də uşaqlar, rüşvət hədiyyə deyil axı, düzdürmü? Düzdür? Yəni bizə hədiyyə kimi gəlir, insanlara hədiyyə kimi gəlir. Amma rüşvət hədiyyə deyil də. Düzdürmü? Yəni o hədiyyə deyil o. Necə izah edeyim sizə? Amma bəxşişdir, ərmağandır, töhfədir, sovqatdır. Bəli, o hədiyyədir. Düzdür. Davam eləyirik. İndi burada oxumayan kim qaldısa, çünki bəzi adların qeydiyyatı burada 100 idi ona görə. Kim oxumamışdısa, buyurub oxuya bilər. Kimsə oxumaq istəyirsə, buyurub test oxuya bilər. Varmı aranızda test oxumayan, adını seçmədiyim, amma oxumaq istəyən? Çünki burada siyahıda bəlkə gözləyən. Tamam. Belə. Bu oldu bizim dərsimiz. Ən əsas testlərə baxdıq. İndi buradan dedim qoy bu testlərinə də baxaq. Aydın oldu məncə bizə. Yerdə qalan şeylərdən sonra yavaş-yavaş test elədikcə yerinə oturacaq. Getdik nəyə? Frazeoloji birləşmələrə. Bu da balaca, amma əsas mövzularımızdan biridir və maraqlı mövzudur. Mən bu mövzunu çox sevirəm şəxsən. Frazeoloji birləşmə, digər adı ilə biz buna deyirik sabit söz birləşmələri. Sabit sözün mənası nədir? Parçalanmayan, dəyişməyən, eyni olduğu kimi qalır. Frazeoloji birləşmə də odur. Yəni parçalanmayan sabit birləşmələrə frazeoloji birləşmələr deyilir. Frazeoloji birləşmələr nədir? Nitqə ifadəlilik, obrazlılıq, canlılıq gətirən, dili daha təbii, daha təsirli edən dil vahidlərinə nə deyirlər? Frazeoloji birləşmə deyilir. Frazeoloji birləşmələr nitqə ifadəlilik, obrazlılıq, canlılıq əmələ gətirən, dili daha təbii, daha təsirli edən dil vahidlərinə deyirlər. Frazeoloji birləşmələr təbii ki, məcazi mənalı olur. Məsələn, könlünə yatmaq, qəlbinə dəymək, fikrə getmək, birisi başına vurmaq, çiçəyə sırtlamaq, başını tovlamaq, dərsi qabığına sığmamaq, göylə getmək, sümükləri dincəlmək, ağzına çullu dovşan sığmamaq. İndi mən onların deyəcəm. Bunlar frazeoloji birləşmədir. Ki bilirsinizmi, məcazi mənalıdır. Məsələn, ağzına çullu dovşan sığmamaq məcazidir. İnsanın ağzına dovşan sığası deyil ki. Kimə deyilir? O belə də böyük-böyük danışan adamlara deyirlər. Yəni burada mənə Bağdadda Kor xəlifə kimi, bax odur, ağzına çullu. Sonra dərsi qabığına sığmamaq, o nə deməkdir? Yəni belə deyim də dərsi biraz necə izah edeyim bunu? Özündən razı-razı danışmaq. Deyirim, bunda lap dərsi qabığına sığmır. Yəni özündən çox razı formada, razıdan necə razı? Yəni özündə olmayan şeyi də danışır, dərsi qabığına sığmamaq. O mənada işlədə bilər. Dərsi qabığına sığmır deyirlər. Biz çoxumuz işlədirik. Sonra gözüm su içmir. Gözü su içməmək nədir? İnanmamaq mənasında işlənir. Sonra məsələn dərsi 3 qəpiyə dəyməmək, dəyərsiz, mənasız mənasında işlənir. Sonra məsələn çiçəyə sırtlamaq, sevinmək mənasında. Deyir, onu da çiçəyə sırtlayır. Yəni sevinir mənasında. Sonra sümükləri dincəlmək. Sümükləri dincəlmək ölmək deməkdir. Allaha da ağır getməsin. İnsan sümüyü nə zaman dincəlir? Öləndə dincəlir də. Düzdür, ona qədər sümük dincəlmir ki. Bir də mən həmişə belə deyirəm ki, frazeoloji birləşmə mənasında bir yaxınlıq da var. Necə yaxınlıq var? Yəni məntiqlə tutmaq olur. Bax belə bir şey deyim. Mən deyim, siz düşünün. Toqqasının altını bərkitmək. Koroğlu dastanında çox işlənir. Yeri toqqasının altını bərkitdi. Toqqasının altını bərkitmək nədir? Çox yemək deməkdir. Bu Koroğlu hər hansısa bir döyüşə getməmişdən əvvəl nə edirdi? Toqqanın altını bərkidir, çoxlu yeyirdi. Göy bir oturma, nə aşın yarısını yeyir, nə bir dananı yeyir. Əsərdə elə deyirdi. Məsələn, testdə verib ki, toqqasının altını bərkitməyin mənası özünü qaydaya salmaqdır. Yox, çox yemək deməkdir. Sonra, yaxın yola yük daşımaq. Bu da frazeoloji birləşmədir. İndi düşünün, görün bu mənası nə olar? Yaxın yola yük daşımaq. Yemək yemək deməkdir. O da. İnsan yaxın yola
Bu da necə məntiqin belə tutun da. Yəni yaxın yola üç daşıyana neynir? Ağızdan mərdəyə gedir də. Yəni yol yaxındır da. Sonra kölgəsini qılınclamaq. Kölgəsini qılınclamaq nədir? Yəni kölgəsini qılınclamaq, yəni o qədər zəhləsi gedir ki, ondan özünü ki, kölgəsini də görəndə qılınclayıb öldürmək istəyir də. O mənada işlədə bilir. Sonra başqa nə deyə bilərik burada? Ən çox işlənənləri dedim, olsa siyahını göndərəcəm. Getdik. İndi burada baxırıq nəyə? Dedik ki, frazeoloji birləşmələr həqiqi mənalarını itirir, məcazi olur, iki və daha artıq sözdən ibarət olur. Əksəriyyəti bir sözlə ifadə olunur. Məsələn, hirsi başına vurmaq. Mənası nədir? Əsəbləşmə. Frazeoloji birləşmənin sinonimi də frazeoloji birləşmə olmalıdır. Antonimi də frazeoloji birləşmə. Məsələn, nə idi? Özündən çıxmaq. Bizə deyir ki, özündən çıxmağın sinonimi hirsi başına vurmaq olar, yoxsa əsəbləşmək? Cavab hirsi başına vurmaq. Çünki sənə verilən söz frazeoloji birləşmədirsə, eyni ilə sinonimi də nə olmalıdır? Frazeoloji birləşmə olmalıdır. Və ya çiçəyi çırtlamaq. Çiçəyi çırtlamağın sinonimi kimi sevinməyə götürmək olmaz. Çünki sevinmək frazeoloji birləşmə deyil. Getirməlisən ki, sevincindən qanad açıb uçmaq. Bax, belə götürməlisən. Sonra antonimliyə baxırıq. Frazeoloji birləşmənin antonimi də frazeoloji birləşmə olmalıdır. Deyir, dil ötmək. Bunun antonimi nə olmalıdır? Ağzına su alıb oturmaq. Dil ötmək nədir? Çox danışmaq. Ağzına su alıb oturmaq nədir? Danışmır, oturub orada özü üçün. Sonra deyirəm ki, məsələn, əlini ağdan qaraya vurmamaq. Bunun antonimi nə olar? Dəridən qabıqdan çıxmaq. Əlini ağdan qaraya vurmamaq nədir? İşləməmək, oturur. Dəridən qabıqdan çıxmaq nədir? Çoxlu işləmək. Belə. İndi gəlin bunların amonimliyinə baxaq. Demək, ayaq tutmaq, biri var təzə-təzə yerimək. Sən deyirsən ki, ayaq tutub yeriyir, yəni gəzir. Bir də var ayaq tutmaq, yəni ayaqlaşmaq, bərabər olmaq. Sən deyirsən ki, mən onunla ayaq tutdum. Yəni bərabər oldum. Bir də var uşaq ayaq tutub, təzə-təzə yeriyir. Bax bunlar amonim frazeoloji birləşmələrdir. Yəni müxtəlif mənalarda işlənir. Ağlı başından çıxmaq, bir var ağlını itirmək. Sən deyirik, bu xəbəri eşitdim, ağlım başımdan çıxdı. Yəni özünü itirmək, ağlını itirmək də. Bir də var ağlı başından çıxmaq, məftun olmaq. Yəni məsələn deyir ki, onu görəndə ağlım başımdan çıxdı. Yəni gözəlliyinə məftun oldum da, məni özünə məftun elədi. Görürsünüzmü? İki fərqli mənada işlənir. Başa vurmaq, biri var təhsilini başa vurmaq. Nə işini başa vurmaq, universiteti başa vurmaq, nəyisə bitirmək də, yəni bu mənada işlədir. Bir də var başa vurmaq, elədiyini başa vurmaq. Məsələn deyirik, bu da mənə bir yaxşılıq elədi, gedib gəlib başıma vurur. Yəni elədiyin bütün yaxşılığa vurursan başına, üzünə çırpırsan mənasında da belə deyək də. Və görürsünüzmü? Fərqli mənada işləndi mi? İşləndi. Aha. Tənə vurmaq. Aha, bəli. Can vermək olar. Bir var can vermək, təbiətə can vermək. Məsələn deyirsən ki, yazın gəlişi təbiətə can verdi. Təbiət dirildi də. Bir də var can vermək, ölmək. Məsələn deyirsən ki, qoca evdə can verir. Yəni ölür. Allah uzarmasın. Üz vermək, biri var kobud səslənsə də indi işlədirik. Yəni var. Deyirik, üz verirsən astar istəyir. Deyirik, buna da üz verdin, lap astar istəyir. Bu mənada. Bir də var üz vermək. Məsələn, nəsə hadisə üz vermək. Deyirsən ki, bu ailəyə xoşbəxtlik üz verdi. Yəni, başlarına xoşbəxt bir hadisə gəldi də. Belə. Ürəyi yanmaq, bir var su istəmək. Deyirik, ürəyim yanır, get oradan mənə biraz su gətir. Bu mənada. Bir var ürəyi yanmaq, yazığı gəlmək. Deyirik, belə ürəyin yanırsa, get kömək elə. Yəni, belə yazığın gəlirsə, get kömək elə də. Yəni, bu mənada işlədirik də, düzdür. Sonra, yəni bunlar dilimizdə işlənən amonim frazeoloji birləşmə. Söz vermək. Biri var, deyirsən ki, bax, çıxışda ona söz verdilər. Yəni, kiməsə məsəl üçün iclasda nitq söyləmək üçün söz verirsən. Bu mənada. Bir də var söz vermək. Deyirsən ki, söz verdinsə üstündə dur. İşə düşmək, bir var maşın işə düşdü.
Bir də var deyir ki, oturduğun yerdə başıma işə düşdümü? Cana gəlmək, biri var bezmək. Məsələn, deyirsən ki, işlərin çoxluğundan cana gəldim. Yəni, neynədim? Bezdim. Bir də var deyirsən ki, cana gəlmək, yəni böyümək. Məsələn, deyirik, işlədirik ki, ətə qana cana gəlmək, böyümək, kökəlmək, nə bilim, qəşəngləşmək mənasında işlədirik də belə. Bu da oldu belə. Bitdi. Bir də burada nə deyim, bir məsələni deyim. Olmaq, etmək, eləmək sözləri ilə adətən frazeoloji birləşmə yaranmır. Məsələn, misal etmək, həll etmək, adam olmaq, pis olmaq. Bax, bunu nə edirik? Frazeoloji birləşmə hesab edə bilmərik. Bitdi. Gəldik nəyə? Gəlin biraz da bunda testlərinə baxaq. Bunda testlər maraqlıdır. Burada əsas mənalarını bilməkdir, yəni. Mənalarını biləndən sonra rahatdır. Getdik. Bir saniyə. Aha. Şəbnəm, yenə sizə başlayırıq Şəbnəm xanım. Demək, burada üçüncü testə baxaq. Buyurun. Filotiya frazeoloji birləşməsinin antonimi. Ağzına sual oturmaq. Bəli. Pilotu yemək nədir? Çox danışmaq. Ağzına sual oturmaq da bunun əksidir. Düzdür, bəli. Düzdür. Birinə də baxaq. Beşinci testə də baxaq. Buyurun. Bu birləşmələrdən biri amonim kimi işlənə bilər. Üz vermək. Bəli, düzdür. Mütləq hadisə yoxdur. Üz vermək. Hədə Düzdür. bilər. Biri var üz vermək, üz verirsən, əstar istir mənasında bir də. Biri var üz vermək, nəsə hadisə üz vermək. Düzdür, bəli, düzdür. Hə, əlini qaldıran kim idi? Buyurun. Aynurə. Buyurun Aynurə. Əlinizi qaldırmışsınız. Siz söz demək istəyirsinizsə, buyurun. Hə, tamam, yəqin əlinizdir. Nəbi? Mən də test eləmək istəyirəm. Hə, test eləmək, tamam, eləyək. Bizdə saniyə. 8-ci testə baxaq Aynurə. Buyurun. Köksünü ötürmək frazeoloji birləşmə sinonimi hansıdır? Ah çəkmək. Bəli, belə eləyirik. Köksünü ötürdün, ah çəkmək, hətta deyirik ya, arxasında da ahın dağlara daşlarım. Düzdür, bəli. Düzdür. Getdik, birinə də baxaq. 21 maraqlı testdir. 21-ə baxaq Aynurə. Buyurun. Aldatmaq mənasına uyğundur. Hı-hı. Başı aparmaq, qaşbağı yox, gözü su içmək, ələ salmaq, gözünə kül üfürmək. Bəli, düzdür. Biri gözünə kül Sevdiyim üfürmək. bölmədir. Əla, nə gözəl. Hə, bir də test oxuyanda, yəni həqiqətən oxumaq istəməsəniz də narahat olmayın, problem deyil. Amma oxuyanda, yəni fərq deyil, oxuyan kimi zaten testin cavabını biləsiniz. Həqiqətən dərsin də keçmişik. Sadəcə oxuyursunuz, düşünürsünüz, fikir yürüdürsünüz. Onun özü də yəni belə deyil. Yəni oxumaq istəməsəniz də heç bir problem yoxdur mənim üçün. Amma oxusaz Bunlar yenə. test oxusundandır. Bəli, bəli. İndi qrupa göndərəcəm. Birinci, ikinci isə Bəli, bəli, bəli. Birinci, Çənki ikincisi Azərbaycan 2025. 25. Bəli. Aha. Kesin məndə 20 çoxdan deyil. Yox. Yox, göndərəcəm PDF-in qrupa, narahat olmayın. Aha. Sona xanımla davam eləyək. Demək, Sona xanım. Göndərəm. 23-cü testə baxaq. Səs asa bilirsinizmi? Bəli, bəli. Hı. Frazeoloji birləşmələrdən mülkiləmək mənasına uyğundur. Hı. Mülkiləmək, gözünün acısını almaq. Bəli, düzdür. Gözün acısını almaq düzdür. Birinə də baxaq gəlin. Aha, 25-ə baxaq. Birləşmələrdən biri sinonim düzgü verilmişdir. Yadına düşmək, üzə artmaq deyil, yola düşmək, əl-ayağa düşmək, qəlbinə yol tapmaq, ürəyini ələ almaq, ürəyi istəmək, ürəyi qızdırmaq deyil, dünyadan dördəlli yapışmaq, hər şeydən əlini üzmək. Yox, bu sinonim deyil, yola düşmək, əl-ayağa düşmək. Yola düşmək, bəli, səhv verilir. Əlaqəsi yoxdur axı. Düzdür, bəli. Yox, burada deyir ki, biri sinonimi düzgün verilmişdir. O düzgün deyil. Yola düşmək, yox, bir uyğun Onda deyil. C-dir, C-dir. Qəlbinə yol tapmaq, ürəyinə Bəli, ələ almaq. bəli. Düzdür, düzdür. Qəlbinə yol tapmaq, ürəyinə ələ almaq. Düzdür, düzdür.
C variantıdır. Bəli. Niyaz Eyvazov oxumaq istəyirsiniz? Tez. Tamam. İlkin Hüseynov sizinlə davam edirik. Səs aça bilirsinizmi? Bəli, bəli, aça Əla. bilirəm. Tamam. 36-cı testə baxaq. Buyurun. 36. Biri anonim frazeoloji birləşmə hesab oluna bilməz. İki cür düşünə bilmərik birini. Ürək yanmaq, can vermək, bunlar et yemək, boşalmaq, vermək. Dilotu yemək məndə. Əla, çox sağ olun. Ay sağ ol. Pilot yeməyin bizə mənası var, çox danışmaq. Amma qalan hamısının ürəyi yanmaq, su istəmək, yazığa gəlmək, can vermək, ölmək, biri var, yazın gəlişi təbiətə can verdi. Başa vurmaq, bitirmək, bir də var nəysə başa vurmaq, düzdür. Üz verməkdə üz verirsən astar istəyir, biri var nəsə hadisi üz verir. Əla. Qəşəng. Həqiqətən. Demək, birinə də baxmaq istəyirsinizmi? Gəlin birinə də baxaq. Olar. Tamam. Aha, demək, bir saniyə. Tamam. 20-ci testə baxaq, 20-yə. Başından tüstü çıxmaq frazeoloji birləşməsinə hansı məna uyğun gəlir? Yanıb yaxılmaq, yalvarmaq, yaxarmaq, əldən ayaqdan düşmək, nəfəsi kəsilmək, dil etmək. Buradan yəqin nəfəsi kəsilmək, başından tüstü çıxmaq. Başından tüstü çıxılmaq deyir, başımdan tüstü çıxdı. Əldən ayaqdan düşmək. Yanıb yaxılmaq. Hə, başından tüstü. Deyir, başımdan tüstü çıxıldı, yandım, yaxıldım. Və o mənada. Davam edirik. Pərvanə xanım, baxmaq istəyirsinizmi? Səs aça bilirsiniz. Bəli, bəli, baxaq. Tamam. 19-cu testə baxaq. Cümlələrin birində frazeoloji birləşmə işlənmişdir. Qılıncı var gücü ilə düşmənin başını endirdi. Soyuqdan burnunu ucu göynəyirdi. Heç çanta əlinə yerə düşdü, yox. Bizə cin atına Y variantı. Bəli, cin atına minmək mənası nədir? Səbirləşmək. Düzdür, bəli, düzdür. Birinə də gəlin baxaq. 18-ə baxaq. 18. Cümlələrin birində frazeoloji birləşmə işlənmişdir. Həmid qazancdan əlini üzmüşdür. Yəni ümidini Düzdür, bəli, düzdür. Təşəkkürlər. Davam edək. Gülşən Quliyeva. Səsi aça bilirsinizmi Gülşən xanım? Bəli. Tamam. Dəmir. Buradakı testlər lazım deyil. Dəqiqə bir saniyə. Bura yuxarıya gələk. Buna baxaq. 17-yə baxaq. 17 bir dəqiqə. Qəlbinə dəymək frazeoloji birləşməsinin antonimini müəyyən edin. Yəni əksini, könlünü almaq. Bəli. Könlünü almaqda mən. Düzdür. Cavabı dediniz, düzdür. Bir də saniyə düzdür. Birinə də baxaq. 15-ə baxaq. Aman verməmək frazeoloji birləşməsinin antonimini, yenə də əksini, mərhəmət yox. Aman verməmək, yəni kim kan vermirlə sevilməyə, can atmaq. Elə adı. Aman vermir. Deyirsən ki, məsələn, işdə mənə aman vermir. Yəni, incidir də məni. Aman verməmək. Antonimi nədir? Mərhəmət göstərmək. Nəsə eləməyə icazə verilir. Ay sən. Bəli, düzdür. Davam edək. Nemat. Neməti, üzr istəyirəm. Mən yadınızı səhv oxuyuram. Aha, nemət. Səs aça bilirsinizmi nemət? Aha. Bəli, açdım, buyurun. 13-ə baxaq. 13-cü test. Canı yaxmaq frazeoloji birləşməsi dərdən qabıqdan çıxmaq. Düzdür, bəli. 14-ə baxaq. Ağız açmaq, xahiş etmək, C variantı. Düzdür, bəli. Təşəkkürlər, düzdür. Gülzar Nərimanlı. Gülzar xanım, səs aça bilirsiniz. Tamam.
Bəli, atabilirim. Tamam. Daha azcısı. Demək, 12-ci testə baxaq. Hansı frazeoloji birləşmələr sinonimlər verilmişdir? C variantı ola bilər. Yox, frazeoloji sinonimlər. Canlı üşütmə düşmək qorxutmaqdır. İşə düşmək də nədir? Başıma işə düşdüm, oturduğum yerdə o mənada. Yox. Frazeoloji sinonim. Bax, bildi. Niyə? Vəcdə gəlmək nə deməkdir ki, onu Vəcdə anlamadım. gəlmək cuşa gəlmək deməkdir. Məsələn, kimsə mahnı oxuyur, onun oxuduğundan vəcdə gəlirsən, sən də ona qoşulursan, başlayırsan mahnı oxumağa, cuşa Hə, gəlmək. onda B variantıdır. Məsələn, ən çox o improvizasiya olur, bu müğənnilərdə olur, sənət adamlarda, meyxanaçılarda olur. Vəcdə gəlir, başlayır nə bilim meyxana deyir, mahnı deyir, şeir deyir, o mənada. Bəli. Vəcdə, şövqə, cuşa gəlmək, bu üçü də yaxın mənalıdır. Bəli. Qəşəng davam eləyək. Demək, Murad Ağamuradov. Səs aça bilirsinizmi? Aha, tamam. Səsə. Aynur, siz əlinizi qaldırmışdınız. Buyurun, nəsə deyirdinizmi? Aha, tamam, yəqin. Murad Ağamuradov. Cavablandırmaq istəyirdim. Necə? Cavablandır. Testi cavablandırmaq istəyirdim, ona görə Hə, qaldırmışdım. tamam. Qoy bir dənə oxuyaq. Murad, siz səs aça bilirsinizmi? Murad Ağamuradov. Aça səsiniz açıqdır deyirsiniz. Tamam. Nəbi Vəliyev. 10-cu testə baxaq. Buyurun, Nəbi bəy. Hə, Murad Ağam, siz səs açmısınız Murad bəy. Buyurun. Açın səsi. 10-cu testə baxaq. 10-cu testdə ağız, üzmək fraza birləşməsinin antonimini müəyyən edin. Antonim. Əksin. Ağız açmaq, ürək, ağız, üzmək, ağzı açmaq, ağzını aramaq, xoşuna gəlmək. Deməli, ağız büzmək. Xoşuna gəlmək olar da D variantı. Bəli. Ağız büzmək bəyənmir. Antonimi nədir? Xoşuna gəlmir. Düzdür, bəli. 9-cu testə də baxaq. Buyurun. Sinonimlər olan incəlik müəyyən edin. Sinonimlər gözə gəlmək, başa gəlmək. Haldan düşmək, nəfəs kəsilmək, əldən düşmək, gözə düşmək, gözə düşmək, deməli, bel bağlamaq, boynundan atmaq. B variantı götürürəm. Bəli. Haldan düşmək, nəfəs kəsilmək. Düzdür, bəli. Nəbi Vəliyev. Səs aça bilirsinizmi, Nəbi bəy? Səs aça bilmirsiniz? Tamam. Getdik. Bitirdik. Bu da oldu bizim frazeoloji bir. Adını demədiyim, oxumayan kimsə varsa buyura bilər. Tamam. Onu da bağlayıram buranı. Belə. Bir də saniyə bunu. Demək, bugün keçdik leksika mövzusunu, antonim, sinonim, amonim, çoxmənalı sözlər, bir də frazeoloji birləşmələr. Bir də belə bir şey deyim. Bu sizin indi hal-hazırda olduğunuz qrupdan başqa bir dənə də qrup açacağam. Linkini göndərəcəm. Material qrupu. Material qrupunda bir ki, belə deyim də, ancaq materiallar olacaq, mən material. Çünki bu indi hal-hazırda olan qrupda həm yazışmalar olur, həm material olur deyənə, material tapmaqda çətinlik çəkir tələbələr bəzən. Ona görə bir dənə material qrupu açacağam sizin üçün. Video rekordlar, materiallar hamısı o qrupda olacaq tapşırıqlara qədər. Nə vaxt istəsəz həmin qrupa daxil olub istədiyiniz hər şeyə baxa bilərsiniz, yəni. İndi hal-hazırda bir dənə qrupun linkini yaradım, dərs bitəndən sonra göndərirəm qrupa. Zəhmət olmasa hər kəs qrupa daxil olsun, sonra bütün materialları ora göndərim. İstədiyiniz vaxt istifadə edin. Buyurun Nemət bəy, əlinizi qaldırmısınız. Müəllimə, bu sizin ikinci dərsinizdir, hə deyəsən? Birinci deyək, belə deyim də, keçən dərs keçmişik, amma keçən dərs heç bir tapşırıq falan vermədik. Belə sadəcə olaraq onlarda maraqlı və rahat mövzulardı. Keçdik, amma tapşırıq vermədik. Yəni tanışlıq məqsədli olan bir dərssə, dərsin gedişatı üçün. Amma bu Anladım. dərsdən artıq başlayırıq. Yəni ona görə siz ilk dərs hesab edin. İstəyirsiniz. Anladım. Tapşırıq Başa verin. düşdüm, çox sağ ol. Amma istəsəz dərsin video rekordu var, onu da göndərə bilərəm sizə, yəni. Hə, indi mən digər dərslərin də sınaq dərsinə girəndən sonra, Tamam. yəni şirkətə Qərarınızı yekun qərarımı verəcəm. Ondan sonra Tamam. Uğurlar Çox sağ olsun sizə də. Sağ olun, Qoşulan təşəkkür hər edirəm kəsə. sizə. Sağ Hər olun. birinizin yolu açıq, şansınız bol olsun.
Sağollaşıram burada sizinlə. Gecəniz xeyrə. İnşallah növbəti dərs görüşərik. Qrupun linkini göndərəm. Zəhmət olmasa qoşularsınız. Sağ olun. Allah'a emanet. Sağ ol.